Kibercinayətkarlar üçün ən dəyərli məlumatlar isə şəxsi identifikasiya məlumatlarıdır. Bu məlumatlar şəxsiyyət oğurluğuna və digər təhlükələrə səbəb ola bilər. Kiberdələduzlar üçün kart məlumatları və yaxud şifrələrdən əlavə bizim ən sadə hesab etdiyimiz fərdi məlumatlarımız belə həddindən artıq dəyərli məlumatlardır. Kiberdələduzların toplamaqda ən çox önəm verdiyi məlumatlara şəxsiyyət vəsiqəsinin üzərindəki film və yaxud seriya nömrəsi, doğum tarixi, yaşayış ünvanı və yaxud kart məlumatları, kart nömrəsi, CVV kod, tarix, bundan əlavə onlayn hesab şifrələri, elektron poçt və yaxud istifadə olunan mobil nömrələr daxil ola bilər. Deyə bilər ki, kiberdələduzun əlində elektron poçt, doğum tarixi, ad, soyad və yaşayış ünvanı artıq kiberdələduz bunları əldə edir. Nəticə olaraq kiberdələduz həmin elektron poçt hesabına girmək üçün artıq əldə etdiyi fərdi məlumatları bir şifrə kombinasiyası təyin edir bunlardan. Məsəl üçün, həmin vətəndaşın adı və yanında doğum ili və yaxud doğum ili, sonra adı kimi kombinasiyalardan istifadə edir. Niyə? Çünki hal-hazırda vətəndaşlar öz parollarını, öz şifrələrini yadda saxlamaq üçün özlərinin fərdi məlumatlarından istifadə edirlər və kiberdələduzlar da bunu bilir. Mobil tətbiqlərin topladığı məlumatlar istifadəçilərə bir çox proseslərdə rahatlıq bəxş etsə də, eyni zamanda ciddi təhlükələr yaradır. Buna görə də tətbiqləri seçərkən və istifadə edərkən məlumatların qorunmasına diqqət etmək vacibdir. Güclü şifrələrdən istifadə etmək, tətbiq icazələrini yoxlamaq və cihazları müntəzəm yeniləmək bu təhlükələri azaltmaq üçün atılacaq mühüm addımlardır.